Dostlar, hal-hazırda yanınızda neçə bir dostunuz var? 3, 5. Ən yaxın dostlarınızı təsəvvür edin. Və hər dost sizə nə verir? Nə hissi, nə duyğusu? Aysel çox pozitivdir. Mamet qulaq asmağı bacarır. Və s. lakin. Siz onlardan nə öyrənə bilərsiniz? Onlar sizə nə öyrədə bilər? Və öyrənin. Bu nə üçündür? Bizim ətrafımız bizi ifadə edir. Və hərdən birdən ətrafımızı analiz etməyə gərəkir. Siyahı qurub, onun yanında yaza bilərsiniz ki, hər bir insan sizin həyatınızda sizə nə verir? Dostunuzu etkiləyə bilərsiniz. Uğurlar.